Salam Real Qızıl izləyiciləri, videomuza xoş gəlmisiniz. Bugün sizə elə bir platforma göstərəcəm ki, bu platformada həm oyun oynayaraq, həm videolar, reklamlar izləyərək, həm də fərqli tapşırıqlar yerinə yetirərək pul qazana biləcəksiniz. Və ən gözəl tərəfi isə budur ki, siz heç bir yatırım etmədən buradan pulunuzu rahat bir şəkildə nağdlaşdıra bilərsiniz. Elə isə saytımızın izahına keçək. Saytın premium qeydiyyat linkini həm yorumlarda, həm də açıqlama hissəsində yerləşdirmişəm. Üzərinə klik etdiyinizdə belə bir səhifə açılacaq və qeyd etmək istəyirəm ki, həm telefonunuzda, həm də kompüterinizdə rahatca pul qazana bilərsiniz. Oyuna başlamaq üçün Play Now üzərində klik edirsiniz. Daha sonra burada gördüyünüz giriş variantlarının hər hansısa biri ilə hesabınıza daxil ola bilərsiniz. Normalda mən öz hesabıma Google ilə daxil oluram və hal-hazırda daxil olacağam. Hal-hazırda gördüyünüz kimi Trainer hesabıma daxil oldum. İlk baxışdan qarışıq kimi görsənə bilər. Maksimum şəkildə sizə sadə formada izah etməyə çalışacağam. Saytın panelində əvvəlcə ferma hissəsini mən sizə göstərmək istəyirəm. Həm sol hissədə farm yazısını daxil ola bilərsiniz, həm də açılan xəritədə burada gördüyünüz üzərində klik edə bilərsiniz inək loqosunun üzərinə. Hal-hazırda fermamız açılır. Burada gördüyünüz kimi 3D1 oyunla qarşılaşırıq. Əvvəlcə burada ekranı böyütmək istəyirəm. Yuxarı sağda ayarlar hissəsinin ekranı tam genişlədirəm. Saytımızda əsas pul qazanacağımız hissə bu hissədir. Hal-hazırda gördüyünüz kimi mənim bir həyət torpağım var və bu torpaqda mən fərqli heyvanlar saxlayıb, fərqli bitkilər yetişdirib, daha sonra burada oyunun bazar hissəsində satmalıyam. Ümumi olaraq oyunun məntiqi bu formadadır. Hal-hazırda gördüyünüz kimi mənim 3 əkin sahəm mövcuddur və bunlarda 1 ədəd çiyələk və 2 ədəd lobiya əkmişəm. İndi bu məhsulları yığacam. Sadəcə üzərinə klik edirəm. Buradan gördüyünüz kimi bunları yığıram və hər yığdığım zaman məhsulu gördüyünüz kimi 1 ədəd toxum və 1 ədəd məhsul verir. Bu nə deməkdir? Siz əgər oyunda toxum sahibisinizsə, hər dəfə bunu əkdiyiniz zaman, daha sonra o bar verdiyi zaman həm məhsulu götürürsünüz, həm də toxumu. Yəni toxum heç vaxt bitmir. Həmişə onu əkib davamlı şəkildə məhsul götürə bilirsiniz. Məhsulu artırmaq üçün ya torpağı levelinizi qaldırmalısınız və ya toxumun keyfiyyətini artırmalısınız. Videonun davamında bunu da göstərəcəm, narahat olmayın. Amma hələlik yenidən toxum əkmək istəyirəm. Məsələn, burada çiyələk əkəcəm birinə. Daha sonra lobiya əkəcəm. Yenə lobiya əkəcəm. Və bu toxumlar müəyyən müddət ərzində düzəlir. Məsələn, 1 dəqiqə 50 saniyə, 2 dəqiqə ərzində təxmini çiyələk, digər lobiya isə 4 dəqiqə təxmini olaraq düzərir, məhsula hazır olur. Oyunda da toxumlar var ki, 10 saat, 15 saata düzərir. Sadəcə oyunda aktiv olub bunları izləyib məhsulu yığmaq lazımdır. Daha sonra ümumi məntiq olaraq gəlirik bu məhsulu. Burada gördüyünüz kimi bazar hissəsinə və bu bazar hissəsini satışa çıxardırıq. Əlimizdə olan məhsullar isə ya CFB, yəni oyunun öz puludur bu, ya Pol kriptosuna və ya BNB kriptosuna sata bilirik. Əvvəlcə CFB-yə satasınız, çünki oyundakı büdcənizi artırarsınız. Daha sonra həmin büdcə ilə özünüzü inkişaf elətdirərsiniz. Artıq bir nöqtədən sonra qazandığınız pulları kripto oyuna çıxarda bilərsiniz. Məsələn, hal-hazırda mənim 4 ədəd çiyələk toxumum burada var. Place eləyirəm. Neçə ədədini satışa qoymaq istəyirəm. Məsələn, maksimum qoyaq. Place. Gördüyünüz ki, təxmini olaraq 0.18 CFB bunlardan gəlir götürürəm. Daha sonra burada sell üzərinə klik edirəm. Əla satışa qoyuldu və təxmini olaraq mən nə qədər alacağım hal-hazırda 0.18 CFB. Amma oyunda belə bir şey var. Oyunun bazarı 4 saatlıqdır, market 4 saatlıqdır. Yəni 4 saat ərzində kimin əlində nə məhsulu, nə heyvan yemi, nə satışa uyğun bir şey varsa satdığa qoyur. Daha sonra 4 saatin sonunda kim nə qoyubsa marketə satışa həmin ümumi məbləğ həmin insanlar arasında bölünür. Məsələn, oyunda gördüyünüz kimi mənim levelimdə 120 CFB paylanır. Hal-hazırda mənim qazancım 0.8 CFB-dir. Yəqin ki 4 saat sonra başqaları da marketə qoyacaq deyə təxmini mən 0.10 CFB falan alacağam. Amma əgər bundan sonra heç kim satışa nəsə qoymasa, təbii ki 0.18 CFB alacağam və siz davamlı olaraq marketə məhsul çıxartdıqca market levelinizi qaldırırsınız. Bu da tire hissəsində görsənir. Məsələn, mən birinci leveldəyəm. Hər 4 saatdan bir 120 CFB, 8 poligon və burada gördüyünüz qədər BNB paylanır. Amma mən ikinci levelə çıxsam, baxın, buradakı rəqəm təxmini 10 qat artır. Yəni, bir müddətdən sonra daha yuxarı məbləğlər qazanmaq olur əlimizdəki məhsul miqdarına görə. Yaxşı, bəs burada necə level qaldırırıq? Çox sadə. Siz burada öz məhsulunuzu satırsınız. Hər satdığınızda BP qazanırsınız. Yuxarıda gördüyünüz kimi mən 51 BP qazanmışam. 10.000 BP satış etdiyimiz zaman avtomatik olaraq digər levelə keçid edəcəyik və artıq ikinci səviyyənin
market hovuzunda satışımızı etmiş olacaq və qazancımız avtomatik qalxacaq. Əgər istəsəniz CFB yox, birbaşa pol, kripto kimi də satış edə bilərsiniz. Məsələn, mən burada gördüyünüz kimi yumurta var. Yumurtanı place eləyirəm. Buradan 18 BP verir mənə, biopoint verir. Yəni, həmçinin də 0.0142 poligon verir. Burada da bunu satdığa qoyuram sizin qabağınızda. Hətta bu satdıqdan sonra BNB də satışa qoyarıq. BNB də burada 23 ədəd lobya toxumum var. Hamısını satışa qoyuram, all eləyirəm və sell eləyəcəm. Buradan da 23 biopoint qazanıram. Yəni, çox rahat bir şəkildə ikinci levelə keçə bilərsiniz. Düşünürəm ki, bir həftə ərzində keçmək olar. Hal-hazırda 3 növ marketdə də mən öz məhsullarımı satışa qoydum. Oyunda torpaq hissəsindən əlavə olaraq heyvanlar da ala bilirsiniz. Məsələn, mənim hal-hazırda oyunun verdiyi toyuğum var. Bu da yumurta verir. Burada verdiyim məhsulu yığıram məsələn. Biz heyvanlara normalda yem veririk. O yem təbii ki, normal həyatda da geri qayıtmır. Daha sonra 10 yemin qarşılığında o heyvanla məhsul alıb, o məhsulu satışa qoyuruq. Məsələn, hal-hazırda bu heyvanı yemləmək istəyirəm. Əlimdə gördüyünüz kimi 4 qoyuq yemi var. Buradan yem verirəm və 30 dəqiqə ərzində bu mənə yumurta məhsulu verəcək və onu yenə də marketdə satış edə biləcəm. Yaxşı, bəs məhsullarımızı yığdığımız zaman necə məhsul keyfiyyətini artıra bilərik? Burada olan məhsulları bir dənə yığmaq istəyirəm. Baxın, bir lobya verir. Amma biz əgər gəlsək, workshop hissəsinə daxil olsam, həm torpaq levelimizi, həm yem levelimizi, həm heyvan levelimizi, yəni oyunda olan bütün məhsulların levelini qaldıra bilərik. Bu da bizə avtomatik olaraq daha çox məhsul verir. Burada gördüyünüz kimi taxta plot, yəni taxta əkin sahəmiz var. Burada plastik əkin sahəmiz var. Burada metal əkin sahə. Bizim istifadə etdiyimiz əkin sahəsi isə oyunun bizə verdiyi ən adi əkin sahəsidir. O həmin leveli yüksəltmək üçün isə nə etməliyik? Ən aşağı leveldə olan birinci taxta əkin sahəsidir. Taxta əkin sahəsi qazanmaq üçün 2 ədəd sadə torpaq sahəsi verməliyik və 10 ədəd gübrə, daha sonra merge edirik, yəni birləşdiririk. Bu da 25 CFB xərci var və 2 ədəd normal əkin sahəsi əvəzinə 1 ədəd taxta əkin sahəmiz olur və burada yazdığı kimi məhsulun keyfiyyəti artır, yəni satdığımız qiymət dəyər artır. Həmçinin more product, yəni daha çox məhsul verir. Məsələn, normalda hər iki sahəsində bir dənə məhsul olacaqdıqsa, taxta əkin sahəsində məsələn 3 ədəd məhsul ala bilərik. Eyni zamanda daha çox məhsul vermək üçün şans artırır. Bəzən daha çox məhsul da verə bilir, sabitdən əlavə, onun da şansını artırır. İndi istəyirsə bir ədəd birləşdirmə edək. Bizdə səhv etmirəmsə 2 ədəd lobya toxum var idi, elə onu birləşdirə bilərik. Amma buradakı toxumlarımı yığacam ki, əlimdə toxum sayı olsun. Gəlirəm yenidən bura, toxumları birləşdirmək istəyirəm. Hal-hazırda gördüyünüz kimi 2 ədəd lobya toxumum var. Buradan merge edirəm, heç bir əlavə pul istəmir. Merge etdim və gördüyünüz kimi hal-hazırda mənim ikinci səviyyə lobya toxumum oldu. Claim edirəm. Gəlirəm burada əkin sahəsinə. Gördüyünüz kimi artıq ikinci səviyyə lobya oldu və burada əkin edirəm. 4 dəqiqə sonra baxarıq artıq ikinci səviyyəsinə qədər məhsul verəcək. Bunlara isə yenidən mən çiyələyə əkirəm. Çiyələrimin biri hətta ikinci səviyyədir, digəri bir səviyyədir. Eyni qaydada 2 ədəd 2 səviyyəni də 3 səviyyəyə qaldıra bilirəm. Yəni bu formada oyunda inkişaf edə bilirsiniz və normalda bura ayırdığınız vaxtda məhsul sayı artdığına görə və dəyəri qalxdığına görə bir ədədin dəyəri daha çox qazanmağa başlayırsınız. Oyunda ən yaxşı yeniliklərdən biri də Cropper deyərdim. Necə yəni? Elə insanlar var ki, oyunda hər dəfə, məsələn, burada 8 saat, 10 saat vaxt ayırıb bir əkin edib, daha sonra əkin yığma vaxtı yoxdur. Amma siz Cropper ala bilirsiniz və Cropper'ın qiyməti 1000 CFB-dir və daha sonrasında oyundasınızsa məsələn, gəlirsiniz Cropper'a toxumları verirsiniz, yemləri verirsiniz və o toxumlar və yemləri 10 saat ərzində və ya 8 saat ərzində, yəni verdiyiniz yemdən asılıdır bu. Özü avtomatik olaraq həm yemləyir, avtomatik olaraq həm məhsulunuzu yığır və yenidən əkir. Əgər hesabınız yuxarı səviyyədədirsə, 1000 CFB verməyə təbii ki, sərf eləyər. Amma aşağı levellərdə hələ mən sizə məsləhət görmürəm. Mən də gələcəkdə almaq istəyirəm. 1000 CFB istəyirsə təxmini olaraq nə qədərdir ona baxaq. Məsələn, kripto ilə burada 1000 CFB alsaq, 237 poligon eləyir. 237 poligon isə təxmini 45 manat dəyərindədir. Ona görə hələ əvvəldə verməyə dəyməz. Və həmçinin demək istəyirəm ki, vacib deyil ki, 1000 CFB pulunu alasınız. Siz uzun müddət burada CFB qazandıqdan sonra, yəni əkindən, məhsuldan aldıqlarınızı marketdə satırsınız, o CFB-ni yığıb, daha sonra burada Cropper ala bilərsiniz. Yəni pulla almağınız da şərt deyil. Və ya kredit kartı ilə Apple Pay və ya Google Pay ilə də ala bilərsiniz CFB.
Amma çox məsləhət görmürəm bura yatırım etməyinizi. Əgər yatırım mütləq etmək istəyirsinizsə də, Apple Pay-dən daha çox kripto ilə alışı tövsiyə edirəm, daha az komissiya çıxar. Amma dediyim kimi oyunda yatırım eləmək şərt deyil. Mən uzun müddət burada yatırımsız irəliləməyi düşünürəm hətta. Burada pol və BNB-ni də bu hissədən çıxarda bilərik. Minimum 10 pol yığdığınız zaman 1 manat 88 qəpik edir. Gəlirsiniz, miqdarını yazırsınız. Daha sonrasını bura Polygon Wallet adresinizi yazırsınız. Təsdiqləyib withdraw edirsiniz. Əgər kripto hesabınız yoxdursa, i butonunda sizin üçün Binance hesabı açma və aktivləşdirmə videosu yerləşdirəcəm. Orada özünüzə bridge hesabı açırsınız. Daha sonra kripto valyutanı qəbul edib, daha sonra P2P vasitəsilə sata bilirsiniz. Yenidən ferma hissəmə gəlmək istəyirəm. Burada yemimiz də yetişdi, yığıram. Və gördüyünüz kimi bizə buradan lobya toxumu verdi. Artıq bu lobya toxumunu marketdə satdığımızda normal bir səviyyə lobya toxumundan daha baha satacaq. Məsələn, gəlin biz bir yerdə qiymətinə baxaq. Biri normalda 1 point verirdisə, digəri görürsünüz ki, biri 2 point verir. Qiyməti də eyni şəkildə daha yuxarı qiymətədir. Və burada sizin müəyyən bir əraziniz var deyə 4 dənə tarlanız olmaqdansa, bir dənə 3-cü səviyyə tarlanız olmaq daha yaxşıdır. Çünki az yer tutur və daha az əziyyət çəkirsiniz. Oyunda ən önəmli pul qazanmaq hissəsi buydu. Citymap hissəsində ekrana gəlirəm və digər pul qazanma yollarını da sizə sürətli izah edəcəm. Burada oyun pultunun üzərinə klik edib və ya solda mini games üzərinə klik edib digər oyunları göstərmək istəyirəm. Chainers Farm hissəsi az əvvəl sizə göstərdiyim pul qazanma oyunu idi. Chainers Dream hissəsi var. Bir də əlavə burada Atom Caster var və bir oyunda yaxın zamanda gələcəyi gözlənilir. Əvvəlcə Chainers Dream-i göstərmək istəyirəm. Pulsuz şəkildə bunu oynayırıq. Çox rahat bir şəkildə gördüyünüz WASD ilə hərəkət edirik. Əgər siz telefondadırsa, telefonlarınızla edirsiniz və mouse'un sol düyməsi ilə atəş edirik. Hal-hazırda full screen etmək istəyirəm və start edirəm. Çox sadədir, indi oyunu da özünüz də görəcəksiniz. Rahat bir şəkildə gördüyünüz kimi üzərimizə gələnlər üzərinə klik edirəm. Erə bastığımda silahım yenidən doyur. Atəş açıram bunlara. Yuxarı hissədə gördüyünüz 1000 ədəd əgər ümumilikdə point qazansam, əlavə olaraq buradan CFB qazanacam və bunları sonra yığmaq lazımdır. TNT-nin üzərinə klik edəndə hamısı öldü avtomatik. Hal-hazırda tanımlaya bilmədim deyə heç bir hədiyyə almadım. Buradan da toxum və ya CFB və ya başqa hədiyyələr verir. Təəssüf ki, və bunu gün ərzində bir dəfə pulsuz oynamaq olur. Əgər, məsələn, 16 saat sonra yenidən oynaya bilərəm. 20 CFB verib bir oyunda oynamaq olar, amma qətiyyən bunu verməyinizi tövsiyə eləmirəm. Və digər oyun isə Atom Caster oyunudur. Bu oyun yeni gəlib, əslində mən də istifadə etməmişəm. Price free, yəni pulsuz start eləyə bilərəm. Üzərinə klik eləyək. Hal-hazırda bizə pulsuzdan bir toxum verdi. Claim eləyirəm. Yəqin ki, burada artıq növbəti serverləri pulla alacaq. Aha, bəli. 3 USDT, 3 dollar, 5 dollar, 10 dollar. Buradan fərqli hədiyyələr qazanmaq olur. Bunlardan birini. Maksimum buradan CFB yatırım eləyib, yəni qazandığınız CFB yatırım eləyib. Buradan fərqli toxumlar qazanmağınızı məsləhət görərdim. Citymap hissəsinə qayıdıram. Onlarla pul qazanmağı göstərdim. Sol hissədə Daily Reward hissəsinə klik edirəm. Burada oyuna gündəlik klik eləməklə həm toxumlar, həm CFB-lər, həm də fərqli hədiyyələr qazana bilirsiniz. Məsələn, Claim Reward edirəm və az əvvəl çıxan toxumdan mənə burada yenə çıxacaq burada göstərdiyinə görə. Buradan claim edirəm. Bunu mən videodan sonra ikinci səviyyədə eləyəcəm. Daha sonra tapşırıqlar Missions üzərinə klik edirəm. Burada gördüyünüz kimi fərqli tapşırıqlarımız var. Həm gündəlik tapşırıqlar, məsələn, artıq bir il tamamlamışıq. Nə deyir? Gündə bir dəfə giriş etdiyimizə görə bunu qazandıq. Claim edirəm. Əlavə olaraq burada nələr deyir? Heyvanlar 7 dəfə yemləsə CFB qazanırıq bugün. 1 CFB və ya 10 dəfə eggplantdan eksə 2 CFB. Eyni qayda leaderboard hissəsi var. Həftəlik burada tapşırıqlarımız da mövcud. Məsələn, 20 dəfə hər hansısa bir ərzağı birləşdiririk və 125 dəfə əkin edirik. Artıq 10 dəfə ək etmişəm. 7 CFB. Gördüyünüz kimi CFB ilə həm məhsul satışından, həm həftəlik tapşırıqlardan çox rahat qazanmaq olur. Eyni qaydada aylıq tapşırıqlarımız da mövcuddur. Artıq bir-bir bunları detalda girmirəm. Çünki videonu uzatmaq istəmirəm. Siz bunlar özünüz detallı şəkildə izləyə bilərsiniz, oxuya bilərsiniz. Market hissəsinin üzərinə klik edirəm. Bura oyunun öz market hissəsidir. Əgər uzun müddət yatırımsızdansa bir qədər yatırım edib daha sürətli yüksəlmək istəyirsinizsə baxa bilərsiniz. Amma buradakı olan təklifləri düzgün dəyərləndirmək lazımdır. Burada məsələn 2 dollar olan təklifə baxa bilərik. Nə verir burada? Bir ədəd toyuq verir. Lobya toxumu, qarğıdalı toxumu, əlavə olaraq
Torpaq çox önəmlidir çünki gözləməməyimiz üçün. Bir də gübrə. Əslində bu yaxşı təklifdir. Məsələn, bunu 2 USDT-yə almaq istəyirəm. Normalda kripto ilə hər hansı bir kriptoda sürətli şəkildə alış etmək olar. Amma mən videoda sürətli olsun deyə Google Pay ilə sürətli ödəmə eləyəcəm. Hal-hazırda gördüyünüz kimi alışım tamamlandı. Amma heç məsləhət görmürəm kartdan çünki 2 dollarlıq bir alışa normalda 3 manat 40 qəpik, 5 manat 66 qəpik pul çıxdı kartımdan. Ona görə kripto ilə yatırım daha məsləhətlidir. Əgər edəcəksinizsə, yenə də dediyim kimi pulsuz burada qazana bilirsiniz. Verdiklərim burada açaq. Hamısını claim eləyəcəm və sağ aşağı hissədə üzərinə klik edirəm. 5 ilə torpaq sahəsi mənə verib. Əla. Burada bu hissəyə bir torpaq səhvlə əkdim. Daha sonra dəyişdirərəm, hələlik qalsın. Bir ədəd də toyuq verdi mənə. Bunu da yerləşdirirəm. Bunları mən gələcək videomuzda hamısını ikinci səviyyə eləyəcəm. Çünki çox yer tutur gördüyünüz kimi. Saytımızın, platformamızın izahı bu qədər idi. Əgər bu sayt sizə maraqlı gəldisə, davam etmək istəyirsinizsə və gələcəkdə fərqli taktikalar öyrənmək istəyirsinizsə, daha detallı, dəqiq formada videolar hazırlaya bilərik. Bu video əslində saytın, platformanın ümumi izahı tərzində oldu və qeyd etdiyim kimi bizim kanalımızda sadəcə ödəmə edən saytlar paylaşılır. Aydın məsələdir ki, siz bu platforma oyun vasitəsilə ayrılır. 5000, 10000, 2000 qazanmaq istəyirsinizsə, bu platformaya girməyinizi bəri başına məsləhət görmürəm. Bu tərzdə platformalar sadəcə oyunda cib xərcliyinizi 50 manat, 100 manat, 200 manat formada qazanmaq üçün yaxşıdır. Əgər çox məbləğ istəyirsinizsə, yatırım etmək lazımdır. Bu da təbii ki, risklidir və mən yuxarı yatırımı heç kimə məsləhət görmürəm. Ən azından bu tərzdə platformalara. Elə isə videonu çox uzatmağı istəmirəm. Belə tərzdə videoların gəlməsi üçün kanalımıza abunə olub video like atmağı unutmayın. Sağ olun, salamat qalın.